Moizəni nədən almalıyıq? İnsanlardan moizə eşidək, ya da ibrətli hadisələrdən. Hər ikisindən. Həm insanlardan moizə eşidək, həm hadisələrdən moizə götürək. İnsanlardan moizə almaq biraz çətin olur. Bilirsiniz niyə? Çestimizə toxunur. Vay o gündən biraz yaşı da bizdən az olsun. Vay o gündən biraz elmimiz ondan çox olsun. Vəssalam. Nə desə başlayacaq. Sən özün filan, sən o ilə nə işin var o? Sən özün, sənə söz deyir, eşit, qəbul elə. Xoş halına moizə eşidənlərin. Əli əleyhissalam səhabəsi Əbu Zərə deyirdi mənim moizə elə. Bilirək özü ondan elmlidir. Elmlidir, yox, müqayisə olunmazdı, yəni imamdır. Təkəbbürlü deyil o adam ki, hamıdan moizə eşidir. Bir dənə cavan da görərsən, sən moizə elə, filan şey, filan cür eləmək. Niyə görə alışıb yanırsan? Niyə görə toxunur sənə? Hətta tutaq ki, onun qərəzi də var, qərəzli adamdır. Olsun. O qərəzli danışır, danışsın. Gör nə danışır? Bəzən qərəzli düz söz deyirlər. Düz deyir, amma qərəzli deyir. Düz deyir. Sən onun düz tərəfinə bax. Sən özün üçün faydalan. O özü nə niyyətə deyir, özü bilər. Sən onun da sözündən faydalan. Bir nəfər İmam Səccad əleyhissalama deyir ki, cəmaat bəzən gəlir bizdən kömək istəyir. Bilirik ki, yalan deyirlər. Mənim həyatımda çox çıxır qabağıma. Biri deyir, nəvəm məktəbə getməlidir. Baxırım, nəvəsi yoxdur. Nəvəsi yoxdur, deyir, nəvəm məktəbə getməlidir. Bilirik. Gəlir İmam Səccada deyir ki, gəlib pul istəyirlər, yardım istəyirlər. Bilirik ki, yalan deyirlər. İmam Səccad əleyhissalam deyir ki, yalan onun boynuna, sən yaxşılığından qalma. Eybi yoxdur. Bir hədisdə də var, ürəyivə bax, gör nə deyir. Bəzi adam var ki, ürəyin istəyir ona kömək eləməyə. Qəlbivə qulaq as. Bir dəfə danışmışdım, heç çoxdan bunu danışmışdım. Deyir, gəlir bir qoca ruhaniyə, deyir ki, həyat yoldaşım xəstəxanadadır, uşağım olacaq, mənə kömək elə. O da çıxardır, biraz kömək eləyir, gedir. 2 ay keçir, deyir, qoca kişidir, yadından çıxar, gedir təzdən deyir ki, həyat yoldaşım xəstəxanadadır, uşağım olacaq, kömək elə. O da kömək eləyir. Bir neçə ayda keçir, deyir, 1000 dənə adam gəlir bunun yanına, qoca kişidir, nə biləcək? Gedim bir dəfə də deyim. Eyni, ağlı ona da çatmır ki, başqa şey desin. 3-4 aydan sonra yenə gedirdik ki, yoldaşımın uşağım olacaq, yoldaşım xəstəxanadadır. Çıxardır, pul verir, deyir, amma həyat yoldaşımın qədrini bil, hər adamın işi deyil, ildə 3 dənə uşaq dünyaya gəlir. Yəni ki, bilirəm Allah'dırsan, amma yenə də kömək edirəm. Bilirəm, yəni mən avam deyiləm, elə bilmək ki, başını allatdım. Həm də elə də moizə edir ki, yalan danışmada sözüm var, ehtiyaclıdır. Bu bəlkə də əlaqəsiz misaldır, amma əlaqəsiz deyil. Burada bilirlər səni aldadır, bilirsən səni aldadır.